Investors İnvestisiya şirkəti sizi salamlayır. Dünya valyuta birjalarında avronun qiyməti Yunanistana yeni maliyyə yardımının edilməsi danışıqları fonunda 1.0550 səviyyəsinə kimi 1% uzlaşıb. Avro-dollar məzənnəsinin texniki təhlilləri onu deməyə əsas verir ki, qiymət hələ də 1.0525 və 1.0493 səviyyələrində kimi uzlaşmanı davam etdirə bilər. Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barelinin qiyməti hələ də 56.50 səviyyəsi üzərində ticarət edilməkdədir. Beləliklə, qiymətin 57.07 səviyyəsinə kimi bahalaşa biləcəyi proqnozları aktuallığını qorumaqdadır. Bakı vaxtı ilə bugün saat 19:30-da isə Amerikanın neft ehtiyatları ilə bağlı statistik məlumatı açıqlanacaqdır. Amerikanın ümumi neft ehtiyatlarında azalmanın müşahidə edilməsi neftin qiymətinin bahalaşmasına təsir edə bilər. Investors İnvestisiya şirkəti sizə ticarətinizdə uğurlar arzulayır.